Salam dostlar. Bugün sizə növbədən kənar bir çəkiliş eləyirəm. Bunun səbəbi son zamanlar baş verən hadisələrdir. Son zamanlar dünyada və Amerikada baş verən hadisələrdir. Nə ilə bağlıdır bu hadisələr? Başlayayım ki, bu dünyada gedən bu Amerika-İran arasındakı müharibədən irəli gəlir bu vəziyyət. Vəziyyət nədir? Deməli, Amerikada, mənim olduğum yerdə, ştatda, Pensilvaniyada, Filadelfiya şəhərində yanacaq qiymətləri, benzinin qiyməti günü-gündən qalxır, ərzaq qiyməti qalxır və əvvəlki videolarıma baxsaz görərsiniz ki, orada Liberty zapravkasında ki, mən yanacaq vururam. 2 dollar, 50, 70 belə dəyişirdi. Per qalon mən yanacağı belə alırdım. Yəni 3 litr 750 qramın alırdım. 2 dollar 70 sentə, indi olub 3.94-ə, yəni 1.2 dollar üstünə gəlib və dünəndən bu günə 20 sent üstünə gəlib və bu artım davam eləyir. Şəhər tərəfdə, mən hələ şəhərdən biraz kənardayam, yəni şəhərdən bir 10 mayl yuxarıda oluram. Orada vəbşi 4 dollar 20 sent, 4 dollar 50 sent belədir. Bu yüksək qiymətdir Amerika üçün. Çünki Amerikanlar üçün niyə yüksək qiymətdir? Benzin çox önəmlidir Amerikanlar üçün. Sizə deyim niyə? Çünki Amerikanlar böyük motorlu maşınlar sürürlər və onların sürdüyü maşınlar hamısı, onların klassikası nədir? Məsələn, Camaro SS-dir, Mustang'dir. Bunlar hamısı Mustang, onların sevdiyi 3.6, 3.7 motor Mustang 4'dür. Yəni bildiyiniz 6.2, 6.7 Hemi motorlardır, böyük motorlardır. Və adi Ford F-150 pikapları belə onların minimum motoru məncə 3.6-dır. Yəni bu nə deməkdir bu rəqəmlər? Yəni bunlar benzin içir. Bu nəqliyyat vasitələri benzini içir burada və ona görə benzin Amerikanlar üçün çox önəmlidir. Onsuz da o Ford'un aparıb 120 dollar verib polnu bak eləyirdi. İndi o verir 150 dollar polnu bak eləyir və bunu həftədə o 2 dəfə, 3 dəfə eləyəndə bu buna artıq rasxoddur. Və bundan savayda market qiymətləri də məsəl üçün 1 dollar, 2 dollar, bəzi şeylər 50 sent, 40 sent, 30 sent belə qalxır. Elə qalxır ki, hiss olunmadan qalxır. Düz-düzü qaldılar, amma qiymətlər qalxır, hər şeyin qiyməti qalxır. Buna, bu haqqda danışmaq istəyimin səbəbi bu Amerikada gedən proseslərdir. Son zamanlar, son bir neçə gün öncə Amerikanın bütün 50 ştatında və 3300-ə yaxın kənd, şəhər, qəsəbə fərqi yoxdur, ərazilərdə mitinqlər oldu. Bu mitinqlər Amerika tarixində ən böyük mitinqlərdən sayılır. Çünki mitinqlərə bütün Amerika üzrə 8, 5-9 milyon adam, yəni adam sayı çox olub deyə hamısını saya bilməyiblər. Təbii ki, onun sayma usulü var, bir-bir saymayacaqlar, 1, 2, 3, 4 belə sayım deyir, başqadır. Bir kvadrata neçə nəfər düşür sayımıdır. Nəysə, sözümün canı odur ki, bu kütləvi mitinqlər həqiqətən Amerika tarixində, mən olduğum şəhərdə də var idi. Təbii ki, mən belə şeylərdən kənarda dururam. Mən bu şeylərin içində olmaq istəmirəm. Amma bu o demək deyir ki, mən siyasətlə maraqlanmıram. Çünki mən mitinqə çıxası adam deyirəm. Mənim mitinqə çıxmağım üçün mən Amerikada vətəndaş olmalıyam ki, mən dövlətin strategiyasına etiraz edeyim. Mən Amerikada vətəndaş olmadığıma görə mən dövlətin heç bir strategiyasına etiraz edə bilmərəm. Buna mənim hüquqi ixtiyarım yoxdur. Ona görə bu məsələlərdən kənarda qalıram. Sözümün canı odur ki, onu demək istəyirəm ki, bu müharibə ki başlayıb, buna deyirlər xüsusi əməliyyat, bu müharibədir və Amerikanın İranda apardığı, İsrailin Amerika ilə birgə apardığı işğal müharibəsidir. Bu mənim sözümdür, bu qanunun sözüdür. Bu deməli BMT deyilən bir təşkilat var, Birləşmiş Millətlər Təşkilatı. Dünyada olan hardasa 200 neçə ölkədən 190 ora üzvdür və BMT-nin belə bir qərarı var, 51 nömrəli qərarı var BMT-nin ki, sən
başqa bir ölkənin ərazisinə hücum etmək üçün bu soqlasovun olmalıdır. Yəni bu razılaşdırılmış olmalıdır. BMT-də bütün dövlətlərlə razılıq əldə olunmalıdır. Bunu kənara qoyduq. Bir dövlətin sən liderlərini öldürmək bu hərbi cinayət sayılır və dünyada olan bu beynəlxalq məhkəmə, hansı ki hardadır bilmirəm, necə işləyir onu da bilmirəm. Amma fakt var və o məhkəməyə görə, o məhkəmənin qanununa görə həmin insanlar cinayətkar sayılır və onlar beynəlxalq məhkəmə qabağında cavab verməlidir. Bütün bunlar mən deyirəm deyə belə deyir, bu qanundur. Bu dünyanın qanunudur, beynəlxalq məhkəmənin qanunudur. Yəni bu hərbi cinayət sayılır. Bir ölkə digər ölkə ilə müharibə aparanda sırf liderlərin öldürmək, həmin ölkənin liderlərin, məsəl üçün Müdafiə Nazirin, Daxili İşlər Nazirin, ölkə rəhbərin və s. öldürmək bu hərbi cinayət sayılır. Amma belə əsgərləri vurub öldürəndə o hərbi cinayət sayılmır, onlar da o mojnadır. Liderlər öləndə mojna deyil. O da bir cür qəribə qanunda, onu da başa düşmürəm. Əlqərəz demək istəyirəm ki, bu müharibəyə biz biganə qalmamalıyıq. Çünki aparılan bu müharibə Azərbaycana qonşu dövlətdə gedir və bu birbaşa bütün Azərbaycana və İran ətrafında olan bütün ölkələrə, yaxın şərq ölkələrinin hamısına təsir eləyir bu. Odur ki, bilmirəm, insanlar buna necə reaksiya verməlidir, onu da bilmirəm. Sadəcə demək istəyirəm ki, belə hadisələrə biganə qalmamalıyıq. Hər bir hadisədə bizim bir fikrimiz olmalıdır. Yəni, mənim qapım döyülmür ki, mənə nə məntiqi ilə yanaşmamalıyıq. Çünki həmin ərazi Azərbaycan dövlətinin yaxınlığıdır, qonşusudur və orada baş verən istənilən siyasi proses Azərbaycana, Türkiyəyə, Rusiyaya, Gürcüstana, bütün oradakı ölkələrin hamısına təsir eləyir. Ona görə insanlar, mən düşünürəm ki, bunun əleyhinə olmalıdırlar, bu müharibənin əleyhinə olmalıdırlar. Heç kim deməməli ki, bu rejim belə, o elə, yəni hər bir rejimin öz səhv və müsbət tərəfləri var. İllərlə hamı düşünürdü ki, Amerika İranı bir dənə istəsə belə vurar, amma hadisələr göstərir ki, artıq 30 neçənci gündür, hadisələr göstərir ki, belə deyil. Əslində İran da altdan bütün strategiyasını qurub və başına gələcəkləri əvvəlcədən bilib, İraqdan, Suriyadan əvvəlcədən bunları bilib hamısın. Buna uyğun öz planını qurub. Yəni bizim Azərbaycan İran qədər güclüdür, nə də İraq qədər güclüdür ki, başına gələn belə hadisələrdə cavab verə bilsin. Amma insanlarımız çox güclüdür. Onu mən müharibədə gördüm. İkinci Qarabağ müharibəsində gördüm ki, insanlarımızın çox böyük birlik gücü var. İstəyərdim ki, insanlarımız birləşsin, bütün bu məsələlərdə həmfikir olsun. Biri o tərəfə, biri bu tərəfə dəstək olmasın. Hər şeyə insanlıq tərəfdən baxsınlar. İnsanların ölməməsi tərəfdən baxsınlar. Yəni bir dənə İsrailə görə, yəni insanlar, dövlətlər ölməməlidir. Problemi varsa, o siz nəyə oxşuyur? Məktəb vaxtı belə bir şey var idi. Biri ilə problemin olurdu, gücü çatmırdı sənə. Gedirdi, qardaşın yatırdı, qardaş səni döyürdü. Və yaxud sən gedib qardaşını gətirirdin, qardaşın onu döyürdü. Bu ona bənzəyir. Bu belə olmamalıdır. Gücün çatmırsa, dilivi qoy qarnıva, yaşa da. Yoxsa elə atlanıb o belə şey adamlar var idi da. O vaxt atlanır düşürdü, boyu çatmır, belə tullanır, hündürə belə yumruq atır zat belə. Yəni İsraili mən belə görürəm. Onsuz düzdür, desələr də dildə hər şeyi kontrol eləyir. Bu belə deyil. Hər şeyi kontrol eləmir. Çünki hər şeyi kontrol eləsəydi, çox rahatçılıqla İrana bu dəqiqə yaderni bombada atmışdı, istədiyini həyata keçirmişdi.
Əlqərəz dostlar, çalışın, biganə qalmayın, heç bir məsələdə biganə qalmayın. Müharibə qonşumuzda gedir, yaxın bir yerdə gedir. Bu müharibəyə biganə qalmağımız bizim insanlığımızdan xəbər verir. Çünki heç bir halda bu barədə əslində çox məlumatlıyam, çox danışa bilərəm. Prosta istəmirəm bu barədə danışam. Mən bu barədə danışası adam deyiləm. Bu barədə politoloqlar danışmalıdır. Amma mən bunu ona görə danışıram ki, istəyirəm ki, insanlar fikirləri olsun, bütün məsələlərdə mövqeləri olsun, yerləri olsun ki, düşünsünlər ki, bu bizim xeyrimizədir, niyə? Bu bizim ziyanımızadır, niyə? İranı bəyənmirəm, sənin istəyinlə olmamalıdır da, yəni məsələ. Mən bəyənmirəm deyə ölsünlər. Xeyr, elə deyil. Sən bəyənmirsən, faktın olmalıdır, niyə bəyənmirsən İranı? Yəni İran nə millətinə nə eləyir? Bax, İranı bəyənməyən, bu boyda İranlılar mənim ən çox belə xoşuma gələn izləmələrdən biri oldu ki, bu boyda müharibədə İranın xalqı, hamısı olmasa da əksəriyyəti dövləti dəstəklədi. Bu xalq birliyidir. Bu bizim millətdə də var. Bu türk millətində var ümumiyyətlə birləşmək. Başqa millətlərdə belə şeylər gözə görsənməz. Başqa millətlər qaçıb gizlənəndilər. Bizim millətlər hər nə mənfi xüsusiyyətləri də olsa birlik olub güc olan millətlərdir. Ona görə çalışın fikirləriniz insanların ziyanına olmasın. Çünki orada ölənlər də insandır, başına bomba gələn insanlar da insandır və müharibəni başladanlar da onlar deyil. Onların üstünə bu problemlər gəlib. Bilmirəm, bu mənim fikirlərimdir. Sadəcə istədim sizlə bölüşüm bu barədə. Mənim müharibəyə yanaşmağım necədir? Mən müharibəyə mənfi yanaşıram. Mən ümumiyyətlə əvvəlki videolarımda, bilmirəm bunu demişəm yoxsa, mən çox istəyərdim ki, bütün müharibələrdə döyüşənlər nazirlər və ölkə prezidenti olsun. Çünki məntiqlidir, özünüz düşünün. O vaxt qədimlərdə belə bir şey olub. Ordular qarşı-qarşıya gəliblər, ordular. Hər ordunun güclü sərkərdəsi, bu ordunun güclü sərkərdəsi o bir ordunun güclü sərkərdəsi ilə çıxır, döyüşür. Qalib gələn qalib olmuş sayılır. Nəysə belə bir şey var. Mən ona görə çox istəyərdim ki, məsəl üçün hansısa ölkə ilə, İranla Amerika müharibəyə başlayırsa, dalaşanlar kimlər olsun? Nazirləri, İranın dövlət nazirləri ilə Amerikanın dövlət nazirləri dalaşsınlar. Prezidentlə də prezident dalaşsın. Qalib olan qalib olsun, o qədər millətdə qırılmasın. Ən yaxşısı budur da, yəni. Bunlar döyüşsünlər. Xeyr olar, sən döyüşmürsən, sən qalırsan rahat isti yatağında, bron maşınında, bron yerin altında qalırsan, sənə heç nə olmur. Amma heç bir müdafiəsiz aştası olmayan adamlar rahat formada ölürlər. Bu belə olmamalı. Mən düşünürəm ki, ən yaxşısı elə prezidentlər döyüşsünlər. O posta namizəd olanda da bilsinlər ki, sabah oyun olsa, mən vurub bunları eləyərlər deyə həm ciddi yanaşacaq postuna, həm də bu çox gözəl olar. Belə bir dünya olsa çox gözəl olar ki, təsəvvür edirsiniz, Azərbaycan Milli Məclisi ilə Ermənistan Milli Məclisinin deputatları dalaşır. bu maraqlı olar, bəli. Belə müharibəyə mən 250 razıyam. Ondan sonra kim gəldi millət vəkili olmaq istəməz. Ondan sonra artıq başı və qolu işləyənlər millət vəkili olmaq istəyəcəklər. Həmçinin də nazirlər də belənçinə. Təsəvvür edirsiniz belə bir müharibə növü, belə bir strukturda çox gözəl olar. Axır ki, dostlar, müharibənin heç vaxt əleyhinə olmayın. Müharibənin həmişə əleyhinə olun. Bilmirəm, bu hadisələr Amerikanı bundan sonra nə qədər təsirləndirəcək. Çünki onsuz da Amerikanı negativ təsirləndirir və əvvəl ki, mənim müştərilərim bundan razı olan müştərilərim, əcəb oldu, öldürdülər zad.
İndi hamısı əleyhinə danışır, deyir ki, niyə o qədər pul ora gedir, döyüşlərə bu qədər gedir, belə olur. Yəni mən mövzu açmıram, özləri açırlar və özləri danışanda deyirlər ki, biz tərəfdarı deyirik, belə olmamalı idi, biz belə gözləmirdik. Çünki Trump seçiləndə bunların gözləntisi var idi ki, Trump birinci dəfə seçiləndə ki, iqtisadiyyat düzəlmişdi. Burada biraz insanların, biznesmenlərin iqtisadiyyatı düzəlmişdi. Və bunlar ikinci səfər bunu gözləyirdilər, amma əksi oldu. Ona görə indi çox narahatdılar və artıq prezident tərəfdarları faiz nisbəti ilə çox aşağı düşüb. Hardasa 30% dəstəkləyir onu. O da dəstəkləyənlər bəziləri bilirsiniz necə dəstəkləyir. Yəni onsuz da bu seçimidir deyə, seçib bunu deyə məcbur da ona görə başqaları ilə də üz-göz olur. Bilmirəm bu hara gedəcək. Amerikaya gəldi, Amerikada bu günə düşdü. Vallahi get-gedə qiymət qalxır, hər şey qalxır. Söz var ki, nə itirmişəm mən, həmin pulu qazanıram. Bəli, mən həmin pulu qazanıram, amma bu mənlə bağlıdır. Mən tək bu dünyada yaşamıram, tək bu şəhərdə yaşamıram. Bu şəhərdə insanların nə qədər üzü gülərüz olsa, nə qədər insanlar pozitiv olsa, gəzməyə çıxsa, o qədər mən də pozitiv oluram. Ona görə insanların durumunun çətinləşdiyini görəndə mənim də durumum psixoloji olaraq çətinləşir avtomatik. Ona görə mən istəyirəm ki, belə olmasın, insanların vəziyyəti pis olmasın, insanlar yaxşı yaşasınlar. Görək axırı hara gedir. Ümid edirəm ki, tezliklə bu müharibə bitər, dayanar və bu bir razılığa gələrlər ki, bu şeylər olmaz. Çünki bu şeylər əslində bu davam edən bu müharibə çox ciddi bir yerə gedir. Bunun axırı heç ürəkaçan olmayacaq heç bir dövlət üçün. Bu nə Azərbaycan üçün, nə Türkiyə üçün, nə İran üçün, nə İraq, nə Ərəb Əmirlikləri, heç kim üçün ürəkaçan, nə də Birləşmiş Ştatlar, heç bir ölkə üçün ürəkaçan bir yerə getmir. Ümid edirəm tezliklə dayanar. Hələlik istəməzdim bu tip mövzuları. Bu gün nədənsə dilim dolaşır, elə səhv səsləndirmələr edirəm. İstəməzdim ki, belə qəmli notlarla danışım sizlə, amma bu reallığımızdır. Bizim bu 21-ci əsr biz nə görmədik ay Allah. Biz SSR-nin dağılmasından, yeni hökumətlərin qurulmasından, təzədən yenə müharibəyə sürüklənməkdən biz nə oldu da? Yəni texnikanın sıfır olan vaxtından, texnikanın yüksək inkişaf eləmə vaxtına gəlib çıxdıq. Bu arada bu yaxınlarda Artemis 2, bu yaxınlarda deyəndə dünənləri Artemis 2-ni ay ətrafında dövrə vurmağa göndərdilər. Mən niyə sözləri səhv danışıram? 4 nəfər ekipaj 4 nəfərdir. Heyət 4 nəfərdir. Onların içində Kanadalı da var, Afro-Amerikalı da var, hərbiçi də var, bir də köhnə pilot var. Onların işi ayı tam isledovat, yəni tam nəzərdən keçirmək, ayı məqsədləri budur. Ondan sonra bu növbəti belə deyim pillədir. Birinci səfər ki göndəriblər. Apollonu ki göndəriblər. İndi o vaxtda bu neçənci ildə olub? Azı bir 54 il əvvəl olub bu məsələ. İndi ikinci səfər bunu göndərdilər. Artemis 2-ni göndərdilər. Yunan mifologiyasında Artemis Apollonun bacısı sayılır deyəsən. Ona görə adları da belə seçiblər. İndi göndərdilər ayı təzədən kəşf eləsinlər, görünməyən tərəfindən nəzarət eləsinlər. Bu arada deyim ki, 10 gün həmin Artemis 2 gəmisi kosmosda olacaq, ayın ətrafından dövrə vurub qayıdacaq və 30-40 dəqiqə yerlə əlaqəsi olmayacaq təmiz. Ayın görünməz tərəfinə keçəndə əlaqəni tam yerlə itirəcək. Belə deyim, nəzarət edib sonra təzədən yerə qayıdacaqlar. Ondan sonra 3-cü olacaq, 4-cü olacaq. Bunun məqsədi aya insanların
köçün həyata keçirməkdir. Planlaşdırırlar ki, 2027-ci ildə artıq ayda başlasınlar stansiyalar tikməyə ki, orada insanlar gedib, qalıb, yaradıcılığa başlasınlar, yəni tikintiyə, şəhər salmağa başlasınlar. 2027, 2028 ya 2029-da bunu həyata keçirəcəklər növbəti aya uçmanı. Biz əslində sizlə çox böyük bir tarixdə yaşayırıq. Biz çox böyük tarixi şeylərə şahid oluruq, hadisələrə şahid oluruq. Bu, bilmirsən, bu sevindiricidir, kədərləndiricidir, amma bu qaçılmazdır, bu 100%dir ki, bu qaçılmazdır. Niyə qaçılmazdır? Çünki biz daim progresdə olan canlılarıq, biz daim progres edirik. Məsəl üçün, knopkalı telefonlar vardı, fırladırsan, sonra keçdi knopkaya, sonra keçdi touch screen'ə. İndi touch screensiz səni eşidən şeylər var da, telefonlar. Məsəl üçün, belə nəysə əl işarələri ilə işlər görən telefonlar var. Yəni, biz daim inkişaf edir və ayda sözsüzdür ki, insanlar ayda yaşayacaqlar, aya köç eləyəcəklər, bu 100%dir. Çünki bu inkişaf, bu robotexnikanın inkişafı ora aparır, belə gedəcək bu. Bunun qabağını almaq olmaz, olmayacaq, qabağını almaq olmayacaq, belə gedəcək, axıra qədər gedəcək. Belənçinə koloniyalar, onlara ki baxırıq, koloniyalar, ayda koloniyalar qurulur, insanlar orada kartoşka yetişdirir, neysə yetişdirir. Bunlar hamısı real olacaq, bunlar hamısı gələcək zamanlar göstərəcək. Müharibənin hələ də bitməməsi məni biraz narahat eləyir, məni kədərləndirir. Amma istəmirəm siz kədərlənəsiz. Bu qədər, özünüzə yaxşı baxın, hələlik.